Gəlin bir anlıq Qüds haqqında düşünək. Amma xəritədəki bir nöqtə kimi yox. Fərz edin ki, bu şəhər bir insandır. Onun bir bioqrafiyası var. Minlərlə illik hekayələrlə, ziddiyyətlərlə, sirlərlə dolu. Biz bugün məhz bu bioqrafiyanı vərəqləyəcəyik. Baxın, bu sitatla başlamaq istədim. Benjamin Dizraelinin bu sözləri əslində hər şeyi yerinə oturdur. O deyir ki, sizinkilər vəhşi olanda mənimkilər artıq Süleyman məbədində kahin idilər. Vay be! Bu sadəcə bir tarixi faktı deyil, bu bir iddiadır. Sivilizasiyanın özü qədər köklü bir mirasdan danışırıq burada. Yaxşı, bəs necə oldu bu? Necə oldu ki, balaca bir şəhər, bəşəriyyətin bu qədər böyük bir hissəsi üçün sözün əsl mənasında müqəddəs mərkəzə çevrildi? Bu, əslində, bizim bugünkü araşdırmamızın əsas sualıdır. Gəlin birlikdə bu sirrin izinə düşək. Deməli, bu səyahətə başlayırıq. Amma Qüdsü anlamaq üçün bilin ki, adi bir xəritə işə yaramaz. Onu bir növ arxeoloji tort kimi təsəvvür edin. Hər bir qat fərqli bir dövrdür, fərqli bir reallıqdır. Hər gələn imperiya, hər gələn din əvvəlkinin üzərinə öz qatını əlavə edib. Əsl sir də məhz bu üst-üstə yığılmış qatlardadır. Yəni, məsələ sadəcə daşlar, divarlar deyil. Məsələ o daşların daşıdığı mənalardır. Bura bir xəyalətlər şəhəridir. Hər daşın dili var və çox vaxt fərqli, hətta bir-birinə zid hekayələr danışır. Bax, əslində mənaların arxeologiyası budur. Yaxşı, gəlin o tortun ən alt qatına enək. Hər şeyin başladığı yerə, yəni Qüdsün, İudaizmin müqəddəs ürəyi kimi döyünməyə başladığı o təməl qata. Bu işin teoloji təməlində isə Yahve anlayışı dayanır. Yəni, İsraillilərin tək tanrısı. Adı mən-mənəm deməkdir. Təsəvvür edin də, o dövr üçün bu necə inqilabi bir ideyadır. Adı olmayan, hər yerdə olan, tək bir tanrı. Bütün hekayənin mənəvi təməli məhz bu ideyadır. Və bu ideyanı daşa, qızla çevirən Kral Davudun oğlu Süleyman olur. O birinci məbədi tikdirir. Amma bu sadəcə bir məbəd deyildi. Bu bir güc nümayişi idi. Bəs bu möhtəşəmlik necə maliyyələşirdi? Əlbəttə ki, yüksək vergilər və bəli, qırmanc cəzaları ilə. Dediyim kimi, tarix heç vaxt qara və ağ deyil. Baxın, bu məzar yazısına həqiqətən də möhtəşəmdir. Qədim bir məmurun məzarında yazılıb ki, burada ancaq mənim və kölə arvadımın sümükləri var, açana lənət olsun. Təbii ki, lənət işə yaramayıb, amma bu kiçik detal o dövrün insanlarını bizə o qədər yaxınlaşdırır ki, onların da sevgiləri, qorxuları, hətta uğursuz lənətləri olub. İndi isə zamanla sürətlə irəli gedirik, şəhərin bioqrafiyasına tamamilə yeni, dramatik bir fəsil əlavə olunur, Roma dövrü. Bu, Romanın qəniməti və yeni bir inancın, xristianlığın beşiyi olan dövrdür. Və bu dövr bizə iki tamamilə fərqli xarakter verir. Bir tərəfdə metodik, amansız Roma sərkərdəsi Tit var. İkinci məbədə darmadağın edən adam. Digər tərəfdə isə dəli Yunan kralı Antiox Epifan. Bu adam adi cəmaatla hamamda çimir, təbələrinə daş atırdı. Yəni düşünün, şəhər nələrin şahidi olub. Burada çox maraqlı, hətta biraz daha ürküdücü bir detal var. Holokost sözünün mənşəyi. İbrani dilində ola, yəni yuxarı qalxmaq sözündən gəlir. Bu, məbəddə yandırılan qurbanların tüstüsünün Tanrıya doğru yuxarı qalxmasına işarə edirdi. Dəhşətli bir sözün necə də qədim və fərqli bir mənadan gəldiyini görmək heyrətamizdir. Və məhz bu Roma işğalı altındakı şəhərdə Nazaretli İsa edam edilir. Unutmayaq ki, ittiham da, cəza da, yəni çarmıxa çəkmə tamamilə Roma üsuluydu. Romalılar üçün bu dini bir məsələ deyildi. Bu, potensial bir üsyan liderini, mesiyanik bir təhlükəni aradan qaldırmaq üçün atılmış siyasi bir addım idi. Hekayəmizdə növbəti böyük pərdə açılır. İndi səhnəyə iki yeni güc çıxır və hər ikisi də müqəddəs torpağı özününküləşdirmək, ona yeni məna vermək istəyir. Bu, iki qübbənin hekayəsidir. Baxın, bu necə baş verir. Əvvəlcə, 4-cü əsrdə xristianlıq öz möhrünü vurur. İmperator Konstantinin anası Helena gəlir və İsa'nın məzarı üzərində o möhtəşəm müqəddəs qəbir kilsəsini tikdirir. Sonra 7-ci əsrdə İslam gəlir. Xəlifə Ömər şəhəri sülhlə alır, Yahudilərin unudulmuş məbəd dağını tapır, təmizlədir və hətta 70 Yahudi ailəsini şəhərə geri dəvət edir. Eyni məkan, fərqli inanclar, yeni mənalar.
Və sonra 691-ci ildə xəlifə Əbdülmalik inanılmaz bir addım atır. O, İslamın ən gözəl tikillərindən biri olan Qübbətüs Səhranı birbaşa yəhudiliyin ən müqəddəs yerinin Məbəd dağının üzərində inşa etdirir. Bu daşdan bir bina deyildi. Bu, bir bəyanat idi. Bu, biz də buradayıq və bu hekayənin bir parçasıyıq deməyin ən güclü yoluydu. Və elə bu nöqtədən sonra Qüdsün bioqrafiyasında sakit günlər bitir. Hekayə qanlı bir döyüş meydanına çevrilir. Səlibçilər, xəlifələr, sultanlar, hamısı bu şəhər üçün bir-biri ilə vuruşur. Bu, böyük toqquşma dövrüdür. Baxın bu qısa xronologiyaya. 1099-da səlibçilər gəlir, şəhəri alır. Cəmi 90 ilə yaxın bir müddət sonra 1187-də böyük sərkərdə Salahəddin şəhəri geri qaytarır. Amma bu döyüşlər şəhəri o qədər tükəndirir ki, təxminən bir əsr sonra ora gələn bir ravvin yazır ki, bütün şəhərdə cəmi 2 yəhudi ailəsi tapdım. Təsəvvür edirsiniz? Bu səlibçi dövründən isə ağlasığmaz bir hekayə var. Deməli, Qüdsün kralı Şampanlı Henry bir gün öz cücəsinə baxarkən diqqəti yayınır və pəncərədən yıxılıb ölür. Yəni, bəzən tarixin gedişatını belə qəribə, absurd bir hadisə də dəyişə bilir. Nəhayət səhnəyə Osmanlılar çıxır və bir qədər sabitlik gətirir və Qanuni Sultan Süleyman şəhərə bugün də hamımızın tanıdığı o ikonik görünüşünü verir. Əgər bir gün Qüdsün köhnə şəhərinin o möhtəşəm divarlarını görsəniz, bilin ki, onlar məhz Süleymanın yadigarıdır. Amma bu bioqrafiya burada bitmir. Əksinə, hələ də yazılmaqda davam edir. Gəlin indi hekayənin son fəsillərinə, yəni bizim yaşadığımız dövrə baxaq. Müasir dövr isə şəhərə tamamilə yeni, güclü qüvvələr gətirir. Bir tərəfdən, Avropada yaranan xristian siyonizmi Yahudilərin qayıdışını bir peyğəmbərlik kimi görür. Digər tərəfdən, təqiblərdən bezən Yahudilər arasında öz milli vətənlərini qurmaq ideyası, yəni Yahudi siyonizmi güclənir və təbii ki, bütün bunlara cavab olaraq bölgədə ərəb millətçiliyi oyanır. Sanki 3 fərqli güclü xəyal eyni kiçik torpaq parçasında reallaşmaq üçün bir-biri ilə mübarizəyə başlayır. Osmanlı imperiyası çökdükdən sonra isə şəhərin taleyi başqalarının əlinə keçir. Britaniya mandatı, sonra 1948-ci il müharibəsi, 1967-ci ilin 6 günlük müharibəsi. Bu hadisələr şəhərin bioqrafiyasına yeni dərin çapıqlar əlavə edir. Yeni sərhədlər çəkilir, yeni münaqişələr yaranır və bu hekayə bugün də davam edir. 70-dən çox. Bilirsiniz bu nəyin sayıdır? Yahudilərin Qüdsə verdiyi adların sayı. Müsəlmanların isə 17-dən çox adı var. Düşünün, bu qədər münaqişənin ortasında belə bir ortaq nöqtə var. Bir ənənə deyir ki, adların çoxluğu onun əzəmətini göstərir. Bəlkə də bütün məsələ bundadır. Hamı bu şəhəri o qədər çox sevir ki, onu paylaşa bilmir. Beləliklə, bu bioqrafiya hələ tamamlanmayıb. Səhifələr hələ də yazılır. Və bu bizi son suala gətirir. Bu qədər tarixi qatın üst-üstə yığıldığı bir şəhərdə növbəti fəsili yazmaq haqqı kimə məxsusdur? Bu, cavabı olmayan, amma üzərində düşünməyə dəyən bir sualdır.